الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له فمن يضلله فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله واطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم واعتصموا بحبل الله جميعا ولا تفرقوا صدق الله العظيم ve ila ahir ayet. Muhterem müminler, değerli kardeşler, mensubu olduğumuz İslam dinimizin esası ve giriş kapısı olan tevhid veya şehadet kelimesini söyleyerek burada ifade edilenleri tam manasıyla derk edip herhangi bir tereddüt etmeden kabul edenlere Müslüman deyilir. Müslüman bütün varlığıyla özünü Allah'a teslim eden, Allah'ın əxlaqıyla, Kur'an ve Peygamber əxlaqıyla əxlaqlanan, bu əxlaqı səmimiyyət ve ihlasla yaşayan, yaşadan ve bu şekilde kamilliyə çatan insandır. Müslüman əxlaqlı, ədəbli, möhtərəm ve örnek bir şəxsiyyətdir. Müslüman tanıdığı ve tanımadığı her kəslə gözəl rəftar edən, gözəl söz söyleyen, təbəssümünü insanlardan əsirgəməyən, ister Müslüman olsun, ister gayri-Müslüman olsun fərqi yoxdur, istisnasız olarak hər kəsə sülh, əminamanlıq və barış arzu eden bir düşünceye sahiptir bir Müslüman. Müslüman sahip olduğu bu değerleri yaşayarak her bir kəsə rəhmət, mərhəmət və şəfqət duyguları ilə yanaşan insan demektir. Kardeşler, Müslümanın en kısa tarifi budur. Bununla birlikte bir de Müslüman her cür radikallığa, ifrat ve tefrite yok diyerek herkese kucak açan, Kur'an-ı Kerim ayesinin hususiyle de üzerinde durduğu ve emrettiği orta yolu, orta mövqeyi, mütedilliği ve adaleti esas prinsip haline getiren insandır bir Müslüman. Müslüman her növ yalan, gıybet, böhtan, iftira, pis niyet, suizan, fitne, cehalet ve söğüşten uzak duran insandır. Müslüman diğer Müslüman kardeşine iftira ve böhtan atarak günaha girmez. Onun gıybetini ederek ölü etini yemez. Ona karşı kin beslemez. Ona paxıllıq ve həsəd aparmaz. Namertçe onu arkasından vurmaz. Onunla mübahisə ve münaqişə etmez. Dalaşmaz, vuruşmaz. Onu xeyirle yad eləyər. Onun için xeyir dua eder. Onun ayıplarını örter. Günahlarını araştırmaz, kurcalamaz ve yaymaz. Yanlış, günah ve hatalarını üzüne vurmaz veya en güzel bir terzde düzelder. Ona zulmetmez. Onu öldürmek kimi ağır ve bağışlanılmaz bir günahı işlemez. Ona əziyyət vermez. Onu təhqir etmez. Ona xor gözle bakmaz. Ona lağlağı etmez. Müslüman, mən Müslümanam diyen her bir kəsi bir mənalı şekilde tekfir edebilmez. Hiçbir delili ve sübutu olmadan ona nalayık ifadelerle müraciət etmez. İstəyir ibadet ehli olsun, istəyirsə də ibadet ehli olmasın. Hiçbir delil ve sübut olmadan her hansı bir Müslümana küfür etmek, onu kafir adlandırmak Allah katında büyük günah, fasiklik ve pis emellerdendir. Müslümanın diğer Müslümana canı, kanı, malı, hayatı ve namusu haramdır.
toxunulmazdır. Buna görə də Müslümanı öldürmək, onu qətl etmək, onun həyatı üçün təhlükə meydana gətirmək haram, böyük günah və küfürdür. Əsl müsəlman, digər müsəlmanların etiqadını, hürriyyətini, canını, malını və namusunu qoruyaraq bu dəyərlərə hörmətlə yanaşan bir qardaşdır, bir bacıdır. Qardaşlar, müsəlman böyük, mötədil və güclü bir ümmət şuuruna sahib olan, Muhammed ümməti, ümmət şuuruna sahib olan, ümmət şuuruna zərər verən hər cür düşüncəni, irqçiliyi, insanları təhqir edən hər cür milliyyətçi, şovinist düşüncəni, insanlar arası sükunət və asayişi pozan hər növ məzhəbçilik və təriqətçilik təəssübkeşliyini, cərəyan və qrup təəssübkeşliyini, yerlibazlığı, firqəçiliyi və təfriqəni, insanları bölüb parçalayarak bir-birinə düşmən edən hər növ fikir, düşüncə və hərəkəti rədd edən, insanları düşmənçilik, nifrət, fitnə və nifaqa soxmayan insandır bir müsəlman. Kamil bir müsəlman heç vaxt yer üzərində fitnə çıxartmaz, fəsada yol verməz, haqsız yerə insanlara, ümumilikdə canlılara və ətraf mühitə, yaşadığı cəmiyyətə və inkişafa əsla zərər verməz bir müsəlman. Dəyərli qardaşlar, qısa şəkildə də olsa, İslamın istədiyi müsəlman dəyəri bundan ibarətdir. Müsəlman deyilən dəyər, müsəlman şəxsiyyəti qısa şəkildə də olsa, qardaşlar, budur. Bundan başqa bir yol İslam deyil. İslam adından sui-istifadədir. İslamı gözdən salmaq, İslama ləkə vurmaqdır. Dünyada İslam adına aparılan fitnə oyunları hər kəsin məlumudur. Beləsi fitnələrdən təsirlənərək son vaxtlar radikal yönümlü bəzi qüvvələrin ölkəmizdə də din adından istifadə edərək huzur və əmin-amanlığı pozmağa, terror əsdirməyə çalışanlar mövcuddur. Təəssüf ki, bunların hamısını din adından istifadə edərək edirlər. Lakin yuxarıda da bəhs etdiyimiz kimi, dəyərli qardaşlar, müsəlman fitnə, fəsad, terror və terrorizmlə məşğul olmaz. Çünki bir müsəlmanın terörist olması mümkün olmadığı kimi bir teröristin de Müslüman olması mümkün değil. Müslümanın sahip olduğu değerler terörü, terörizmi, qətliamları, soykırımları, her cür radikallığı, günahsız yere insanların öldürülmesini, beşeriyete ve kainata karşı törədilen cinayetleri lənətləyir ve pisliyir. Bu mənada Müslüman yer üzerinde sülh, əminamanlıq ve barışın qoruyucusu, carçısı ve təminatçısıdır bir Müslüman. Beləsi fəsadçılara imkan verməmək hər birimizin ortaq vəzifəsidir qardaşlar. Çünki Müslüman həmçinin bir mübarizə və mücadilə insanıdır. Müslüman sahib olduğu milli, dini və ümumi olaraq bütün mənəvi dəyərlərinə edilən təhqir və təcavüzə qarşı hər zaman mübarizə aparan, mücadilə edən bir şəxs olmalıdır. Nəticə etibarilə Müslüman iman gətirdiyi Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin onun üçün buyurduğu Müslüman digər Müslümanların əlindən və dilindən əmin olduğu, etibar ve etimat gördüğü, zarar görmediği insandır, tərifine layık olmalıdır. Peygamberimiz Aleyhisselam buyurur, bir Müslüman nece olmalıdır, tərifini bize söylüyor, düsturunu bize anladır. Əsl Müslüman, diğer Müslümanların elinden ve dilinden emin olduğu, etibar ve etimat gördüğü, zarar görmediği insandır. Müslümanın şəxsiyyəti bu qədər gözəl və mükəmməldir
və onun bəşəriyyətlə bağlı düşüncəsi də bu qədər geniş, bu qədər böyük və bu qədər də möhtəşəmdir. Təəssüf ki, son 10 illiklər ərzində İslamın mərhəmət və şəfqət prinsiplərini bir tərəfə qoyaraq, İslam adına zalım, baş kəsən və mərhəmətsiz qrupların ortaya çıxdığını görürük. Yaxın coğrafiyalarda baş verən hadisələr də hər birimizin göz qabağındadır. Dinimizlə heç bir əlaqəsi olmayan, əməlləri ilə İslamı və müsəlmanları dünyada gözdən salmağa çalışan və gözdən də salan dırnaq arası müsəlman qruplar cəmiyyətimizdə də bəzi sadəlöv insanları öz çirkin fikirləri ilə zəhərləməyə çalışmaqdadırlar. Qardaşlar, zaman paylaşırıq, bugün də təkrar xatırladacağım. İslam böyüklərindən birinin çox gözəl bir sözü var. Allahın ən böyük neymətlərindən biri dini azad vətəndə yaşamaqdır. Dini azad vətəndə yaşamaq necə bir duyğudur, necə bir gözəllikdir, bunu yaxın coğrafiyalarımızda, öz ölkələrindən didərgin düşən insanlara baxıb da görə bilməmiz mümkündür. Son olaraq bunları söyleyeyim değerli kardeşler. Bugün cəmiyyətimizdə müsəlmanlar arasında nifak salaraq, istər məzhəb ədavəti ilə olsun, istərsə də din pərdəsi altında hansı fikirlə olursa olsun, ədavət salmağa çalışan belə zərərli qüvvələrə, zehniyyətlərə rast gəlinə bilər. Hamımız beləsi qüvvələrə qarşı ayıq olmalı, məzhəb ayrı seçkiliyinə qarşı vəhdətimizi qorumalıyıq. Unutmayaq ki, bu cür fitnə hallarında mümin olaraq öz təmkinliyimizi və səbrimizi qorumalı, aramızdakı ixtilaflı məsələləri bir kənara qoyaraq Allahın ipindən bərk yapışmalıyıq. Və unutmayaq, Allahın ən böyük nimətlərindən biri dini azad vətəndə yaşamaqdır. Ələ innə əhsənəl kələm və əbləğən nizam kəlamullah.